Marneuli şəhərinin mərkəzi Rustaveli küçəsində hər il olduğu kimi bu ildə Məhərrəm ayı ilə əlaqədar olaraq Həzrəti Məhəmməd Peyğəmbərin əziz nəvəsi İmam Hüseynin və onun tərəfdarlarının xatirəsinə ehsan paylanılır. Marneulinin mərkəzində qurulan ehsan stendi xalqın dəstəyi və Marneuli mərkəzi Həzrəti İmam Əli məscidinin təşkilatçılığı ilə həyata keçirilir. Stenddə vətəndaşlara meyvə şirələri və müxtəlif növ şirin çörəklər təqdim olunur. Marneuli mərkəzi Həzrəti İmam Əli məscidinin axundu İmam Cümə Hacı Hacıyev bildirib ki, ehsan stendi hər il Məhərrəm ayının gəlişi ilə əlaqədar qurulur və bu ənənə artıq təxminən 15 ildir davam edir. Hər il olduğu kimi rayonun müxtəlif məntəqələrində İmam Hüseyn əleyhissalamın adıyla bağlı mömin qardaşlar, möminə bacılar öz vəsaitləri hesabına ehsan verirlər. Bu da artıq 15 ilə yaxındır ki, ənənəvi hala çevrilib və bizim dədə-babalarımızdan gələn bir gözəl adətdir İmam Hüseyn əleyhissalamın əzasını saxlamaq və o şəhidlərə ehsan vermək. Və bu gördüyünüz ehsan da mömin qardaşlar tərəfindən İmam Əli əleyhissalamın məscidinin təşkilatçılığından verilir. Həmçinin Marneuli mərkəzi məscidinin axundu İmam Hüseynin 40 mərasimi başa çatana qədər toy məclislərinin keçirilməməsinə çağırış edib. Çox təəssüf verici bir haldır ki, gözəl may ayında insanlar toy eləməkdən, şan eləməkdən çəkinirlər ki, boş xurafatdır, may boş aydır, may, vay belə bir söz işlədirlər. Amma təəssüflər olsun ki, Əhl-i Beytin əzadarlıq günlərinə bəzən hörmətsizlik olur, ehtiramı saxlanılmır. Əgər biz evlatlarımızın xoşbəxtçiliyini istəyiriksə da, dədə-babalarımızdan gələn İslam dininə və Qur'ana görə öz canını, ailəsini şəhid verən bir imamın yasını, qırxını və onların ağır günlərini saxlamaq yaxşı olar, əgər evlatlarımızın daha gözəl, xoşbəxt olmağını istəyiriksə da. Qeyd edək ki, ehsan stendi Məhərrəm ayının 9-cu gününədək fəaliyyət göstərəcək.